Salam, mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri. Bu ildə həmçinin bir yeni il tədbirinə dəvətliyəm. Bu səfər tamam fərqli. Həm çəkilişlər eləyəcəm kiçik, həm də bu tədbirin aparıcısı mənəm. Onu da qeyd edeyim ki, konsert Almaniyanın Hagen şəhərindədir. Təşkilatçı Əminə xanımdır. Bax, hazırlıqlar gedir buradan. Qardaşlar, yorulmayasınız. Allah köməyinizdə dursun. Bayramımız mübarək olsun. Təşəkkür edirəm, minnətdaram, sağ olasınız. Bax, Əminə xanım da buradadır. Hər zamanki kimi işinin başında. Yorulmayasınız. İnşallah ki, birazdan biz vaxt olsa bir kiçik də bir intervyumuz olacaq. Hər zamanki kimi bax belə güclü olun. Yeni ildə sizə yeni uğurlar arzulayıram. Siz bizim fəxrimizsiniz. Belə, sizi çox tutmayayım, inşallah birazdan görüşərik. Bax belə, zalımızı göstərəyə, sonra mətbəxi çəkim dostlar. Hələ ki, qonaqlar yavaş-yavaş gəlir. Yeməklərimiz burada, bax, hər də desəm var. Mətbəximizin, Azərbaycan mətbəxinin ləziz təamları var. Zalımız belədir, səhnəmiz belədir, musiqiçilərimizin olduğu yer. Bax, burada da qonaqlar yavaş-yavaş gəlir. Musiqiçi dostlarımız, salamlar dostlar, qardaşlar. Hamımızın bayramı mübarək olsun. Neçə belə gözəl illərə çıxasınız. Hər bizi salamlayıram, xoş istirahətdən inşallah birazdan birlikdə olacaq. Sağ olasın. Belə, dostlar, bax belə. Və eyni zamanda bax, Azərbaycandan təşrif olan gözəl sənətkarımız da burada da. Ayaz bəy, xoş gəlmişsiniz. Hər zaman siz gələsiniz, sevindirirsiniz bizi. Təşəkkür edirəm, sizin də yeni iliniz mübarək. İnşallah birazdan birlikdə. Sizə xoş istirahətlər. Belə. Yavaş-yavaş zalımız dolur. Birazdan konsertimiz başlayacaq və mən özüm də səhnədə olacağam. İzləməyə davam edin, buralar çox maraqlıdır. Mən istəyirəm qonaqlarımızı rəqslər ödəyək. Bax, bu məqam sizi gözləyirəsiniz dostlar. Gəlin, bərabər bu gözəl birimizi yola salaq və daha gözəl birini qarşılayaq hər birimiz. Yeniniz mübarək olsun. Gəlin, daha da coşqun edək. Ona görə də bax, siz rəqsə buyurun, hörmətli qonaqlar. Eşq olsun dostlarımız. Qaçdan gələn 2026-cı ilimiz. Mübarək olsun, özümüz almışlarız dostlar. Devam edelim, buyurun. Telefonlarımızı hazır koyun, çekilişler başlayır. Ondan sonra beraber okuyacaqsınız üçün və əminəm ki, herkes sözün əsl mənasında bugünkü gündə iştirak etmək üçün xüsusilə hazırlaşıb gəldiyinə görə heç də peşman olmayacaq. Və bu günü biz o qədər gözəl yaşayacaq ki, bərabər. İnşallah 2026-ya o qədər belə pozitiv enerji ilə, gözəl əhval-ruhiyyə ilə bərabər qarşılayacaq və qeyd edəcəyik. Bu 50 saniyəni də danışa bilərəm, çoxdur sözüm sizə. Tanrı sizə can sağlığı versin. Sağ olun ki, Azərbaycanın adını bax bu ölkələrdə təmsil edirsiniz. Özümüzü bir alqışlayaq, ondan sonra ay sağ olun, təşəkkürlər. Və vaxt gəldi çatdı, 30 saniyə sonra ölkəmizdə, Azərbaycanımızda 2026-cı ili qeyd edəcəyik. Allah Azərbaycanı qorusun. Ben xahiş ederdim ki, geri sayımı birlikte tekrarlayalım. Ben o kardeşin sesini eşitirəm, haradasınız siz? Benim sadece sesim var, görüntüm yoktu. Bugünkü görüntü sizsiz. Bugünkü görüntü sizsiz Ayaz Bey. Ay sağ ol, ben prosto bilmirəm haradasınız. Göremiyorum. 4, 3, 2, 1. Azərbaycan! Bakıya bağlanırıq. Diqqət! Azərbaycanlarının həmrəyliyi. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün Azərbaycanlılara, soydaşlarımıza öz salamlarımı çatdırıram, onlara uğurlar arzulayıram. Əziz
həmvətənlər, əziz bacılar və qardaşlar. Mən sizi yeni il bayramı və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Teşekkürler. Yaşa, yaşa, yaşa benim kanım. Hey! Okuyalım beraber. Canımızla bağlıyım. Turpada bu ele, sıramalı bağlıyım. Aziz konaklar, sahnemizin ikinci konağı gürültülü alkışlar, elbette ki yanlarımızdan da bellidir. İlahi fedda gelir alkışlarımızla sahnemize. Akşamınız xeyir olsun. Mənim gözəl həmvətənlərim. Hamınızı təbrik edirəm. Bütün dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə və əlbəttə ki, yeni bir il gəlişilə sizi təbrik edirəm. Ən gözəl illər sizlərin olsun. Mən indi sizlər üçün çox gözəl mahnılar oxuyacağım, buyurun dinləyin. Bir zaman gidəcəm buradan, bir zaman tədbirimiz öz axarıyla gedir, möhtəşəmdir hər şey. Amma bu gözəl tədbirin içində təşkilatçı Əminə xanımın nəhayət ki bir, belə deyək də, yaxaladıq ki, intervyu almaq üçün nəhayət ki biz görüşə bildik, xoş gördük. Necəsiniz? Çok sağ olun, çok minnettarım, çok sağ olun, bu sefer de bizimlese. Seve-seve. Son defa bir tanık sonunda. Bəli. Babacık konseptlerdi. Bəli. Bu sefer ise yeniden bizimlesen çok sağ olun. İlk önce geçen demet 9'daydı daha doğrusu. Bu sefer
Azerbaycan'ın Hemrelik Günü tebrik edirəm. İlk önce onlara can sağlıkları arzu edirəm. Və nə xoş mənə ki, belə deyim də, Avropanın dörd bir yanından hamını belə yığa bilirəm. Nə gibi? Bir yerə gözəl eğlənirik. Həm şəhərim, həm qonaqlarım razı etmələri bu mənim üçün çox gururdur. Düşünürəm ki, daha bir uğra imza atmış oldum. Əlbəttə, əlbəttə. Doğrudan da o bayaq dediyiniz Avropanın müxtəlif ölkələrindən gələn soydaşlarımızı bir yerə yığmaq elə doğrudan da bugünkü o Ümumdünya Azərbaycanlılar həmrəylik gününün haqqını son hərfinə qədər verirsiniz. Doğrudan da həmrəylik, birlik göstərsin. Sizin sayənizdə soydaşlarımız bir yerə toplanıb. Sizə təşəkkür edir doğrudan da. Və bir sual vermək istəyirəm ki, doğrudan da mənim üçün də maraqlıdır. Əminə xanımı digər təşkilatçılardan fərqləndirən nədir? Oy, bu sualı gözləməzdim. Nə bilim valla, məncə bunu tamaşaçılar daha... Yəni o tamaşaçılar onu daha belə deyim də, o sualı onlara verir. Onlar daha çox cavablandırar. Onlar daha çox yaxşı Və sizin öz fikriniz nədir? Nə bilim, nədən irəli gəlir? Bəlkə güvən var, Bəli. bəlkə o səmimiyyət var deyə düşünürəm. Əlbəttə. Mən düşünürəm ki, insanlar güvənməsə, heç getməzlər. Əlbəttə. Sizə inandırım ki, 500 kilometr Fransadan, bu İstanbul, elə bir yerlərdən valla gəlirlər ki, yəni demək ki, güvən var ki, bu şeylər olur. Bir şey de diyeyim ki, biz bütün insanları, bütün qonaqlarımızı, hörmətli qonaqlarımızı ayrı seçkili etmirik. Hamıya eyni davranırıq. Eyni rəftar. Yəni baxmayaraq bu səfər ilk dəfə qatılırlar və ya daim gələn qonaqlar, ona baxmayaraq hamı bizim üçün eynidir. Bəli. Düşünürəm ki, bəlkə də ona görədir. Əlbəttə, mən də əlavələr eləyə bilərəm ki, doğrudan ortada illərin o xətri, hörməti var, dediyiniz kimi güvən var və eyni zamanda bir xanım olaraq bu qədər böyük bir yükü içinizə almağınız doğrudan da sizi digərlərindən həqiqətən fərqləndirir. Mən sizə sonsuz təşəkkür edirəm, doğrudan da çox sevincliyəm, minnətdaram. Bir daha bayramınız mübarək olsun, təşəkkür edirəm. Buyurun. Mən də bir daha Dünya Azərbaycanın Həmrəylik Günü və başdan gələn yeni il təbrik edirəm. Artıq bir saat qalır yeni ili qarşılamağa. Çox sağ olun, çox sağ olun Şükran xalqı sənə də ki, bizə belə bir fürsət verirsən ki, ən azı gəlib bizim tədbiri çəkirsən, insanlara, belə deyim, xəbər olmayanlara xəbər verirsən, məlumatlandırırsan, bəli. Bəli, mənim borcumdur bir Azərbaycanlı olaraq. Siz bu işi görürsünüzsə, biz də bir sizin o işin qatqımız olsun.